Biz kimik? Əlimiz, ayağımız, işimiz, bacarığımız, ailəmiz, küsəyənliyimiz, kobudluğumuz. Əslində kimik? Təkcə sahib olduqlarımız, bəlkə həm də sahib olmadıqlarımız. Axı insana əlində var olan qədər sahib olmadıqları da təsir edir, onu formalaşdırır. Arzular, ehtiyaclar, reallaşmamış potensial, travmalar və ya qaçırılan fürsətlər. Özümüzü yarımçıq hiss etməyimizin səbəbi bəlkə həm də sahib olmadıqlarımızın bizə qatdığı hissələri görməzlikdən gəlməyimizdir. O parçalarımızı görsək, pis və ya yaxşı qəbullansaq, bəlkə də mənzərə tamam başqa olacaq, kim bilir. Çünki bir çox əsas olanları görməzlikdən gəlmək də bizə əlavə bir yükdür. Kompüterdə açıq qalan, unudulan pəncərələr kimi. Və ən vacibi, çox zaman istədiyimiz dəyişimin kompası da həmin o əski hisslərin bizə yaratdığı bir çox şeyi görmək və qəbullanmaq olur.